Bismillahirrahmanirrahim. Çok güzel bir günde cam olmuşuz. İmam Zaman Aleyhisselam'ın mübarek mevlud günleridir. Dünyanın her yerinde beşeriyet İmam Zaman'ın gelişini gözləyir, bayramını qeyd edir. Məxsusən bizim bu Azərbaycan xalqımızda, Azərbaycan cəmiyyətimizdə Bine-i qədmidən Əhl-i Beytə və məxsusən də Allahın sonuncu hüccətinə bağlı olub. Neçə gündür bizim şəhərlərimizdə, rayonlarımızda, kəndlərimizdə, meçidlərimizdə, şadlıq evlərimizdə İmam Zaman ağanın mövludu gedir. Bugün də o mövludun davamı Kərbəlayi Ağabərdinin evində də Allah onda ruhun şad eləsin. Bismillahirrahmanirrahim. Mən də həcdən üzr istəyirəm, həcci gözəl söhbət elədi, cürət eləyirəm, onun qabağında söhbət eləyirəm. Bu gözəl bir tədbirdir, təzədən bərpa olunur. Bu əvvəli çoxdan qurulub, sonra bir də qurublar, rəhmətli Həcmayel dili. Xeyli adı iş görüblər. Ondan sonra biraz arada boşluq əmələ gəlib. İndi uşaqlar düşüblər hövəsə, cavan uşaqlarımız var burada. Şeirinə hövəskar olanlar, şeir yazmaq bacarığı olanlar. Bunlar da düşüblər hövəsə. Adını da hələ gözəl də ad qoyublar ki, bu Məcmi-i Şüvəra Meclisi. Bu meclis də belə bir şeydir ki, burada cavan uşaqlar var, bunlar gələcəkdə şeir yazacaqlar. Bu köhnə ümumiyyətlə götürəndə bu işləri heç kəs anasının qarnından nə Füzuli olmur, nə rəhmətli Nizami olmur, nə Seyyid Əbdülqasım Nəbati olmur. Bunlar hamısı sonradan gəlib, bəxti İskəndər olur. Bu uşaqlar da hələ bilmək olmaz ki, Allah bunların zeyninə, ürəyinə hası təbi salacaq, bunlardan nə yetişecək? Hələ bunu bilmək olmaz. Çünki qaranlıq gecənin həmişə şəhəli gündüzü olur. Bismillahirrahmanirrahim. Məcmi-i Şüvəra söz məclisində, şeir məclisində. Sözdür gühəri, xəzani, dil, ishar, isfat, zatə qabil. Can sözdür əgər bilirsə insan, sözdür ki, deyirlər özgədir can. Ey əql, ədəbə riayət eylə, bu bilmək ilə kifayət eylə. Bilmək o yetər ki, bilmək olmaz. Mən bu sözünü işləyirəm, yəni ki, söz sözdən əmələ gəlir. Məsələn üçün, bir söz, məsələn üçün götürür Nesimi, Nesimidən də şey gəlir də, bir söz götürüb, Qurandan bir dənə istisbas eləyibdir, məsələn, Əl-Lezi Yüvəs sözünü götürübdür. Namaz qılanlar üçün bir dənə böyük şeir yazır. Deyir, ey Əl-Lezi Yüvəs taətlərin həbadır. Əyri yolun zəlalət, çürük sözün xətadır. Və Əl-Lezi Yüvəs-Fisi Füsudurun ayəti var da, Nəs surəsində. Oradan iki kəlmə sözün üstündə bir dənə mövzu qurub ki, bax çalışın ki, Qurandan, Həzrət Əli əleyhissalamın Nəhcül Bəlağəsindən, məsələn, fəlsəfi sözlər var ki, onların üstündə söz qursunuz, o bikir çıxıdır, bikir söz alıcıyız. Belə mən başqa şairin sözünün üstündə quranda ala bilməyəcəksiniz onu. Mən sizə tövsiyə edirəm bunu ki, götürün Qurandan, Nəhcül Bəlağədən, bax, fəlsəfi sözləri onların üstündə qurun. Mən bir Nəsimini misal çəkdim, Əl-Lezi Yüvəs. İndi Qurandan götür, ey Əl-Lezi Yüvəs, taətlərin həbadır, əyri yolun zəlalət, çürük sözün xətadır. Ey vəsvəsəsi olan adam, itaət gelirsən boş şeydir. O sözlər ki deyirsən, hamısı da çürükdür. Sən indi onun üstündən sonra gəlir, başlayır saymağa hamısını bir-birdə, vəsvəsəli adam ki, necə olur, axır necə olur, bunun hamısını, qəzəl rast gələcəksə, oxuyacaqsə, söhbəz yoxdur. Təsi mən sözü çox uzatmaq istəmirəm. Mən sizə çox böyük arzularla Allah Taala'dan dilə edirəm ki, sizin də məclisinizdən, məsələn, Həcmayelin məclisindən Həzələmdar çıxıb, Azər Bizonov çıxıb, Baba Pünhan çıxıb, bunlar 60 Əz Yaşar Cahid çıxıb, məsələn,
Kamil Sərbəndi, Namiq Şəfai, bunlar böyük ad qazanıblar. Böyük işlər oldu. Mən də arzu edirəm Allah Taala sizin də məclisinizdən o cür adamlar çıxsın. O cür məşhurlaşsınlar belənçinə. Sizə Allah Təbarək və Teala'dan işinizdə müvəffəqiyyətlər arzu edirəm. Əssalamu aleyküm və rəhmətullahi və bərəkətuhu. Bismillahirrahmanirrahim. Gözəl bir gündə toplaşmışıq bura. Gözümüzün ağı, qarası, qəlbimizin sevinci, Ağa İmam Zamanın mübarək mövlud günüdür. Ağanın salamatlığına, tez gəlişinə xatir, bizim də o ağanı tanıyanlardan, həqiqi xidmətçilərindən, əskərlərindən, nökərlərindən olmaqlığımız xatirinə səlavat. Mən əvvəla təşəkkürümü, minnətdarlığımı bildirirəm ki, böyük əziz ağsaqqallarımız təşrif buyurdular, bu məclisə xeyir dua verdilər. Bizim, mən bayaq da qeyd elədim, hər yerdə də qeyd edirik ki, yəni bizim yazdıqlarımızda da, bildiklərimizdə də hər nəsə varsa, yəni böyüklərimizdən öyrəndiklərimizdir. Allah bu ağsaqqallarımızı bərəkətli ömür əta eləsin ki, bizə istiqamət veriblər, yol göstəriblər, bugün də yol göstərirlər. Bunun o sayəsində biz addımlar atırıq. Bizim bir çətinliyə düşəndə ağsaqqallarımızın məhsərinə qaçırıq ki, onlardan yol öyrənirik. Allah onları uzun ömür, can sağlığı versin. İşte sərvərimiz, ağamız, mövlamız, imamımız Aman ağanın mövludi ilə bahəm, gözəl ağsaqqallarımız aralarında eləşmişəm, şairlərimiz, fəxrlərimiz, Azərbaycanımızın, kəntimizin, Nardıranın fəxridirlər əlbəttə. Və cəm olmuşuq, Allah bu ailədə Həzəl babam başda olmayla, hələ bir dənə saymam, əlbəttə Əbülfəzəliyə səvər. Ağa Vərdəmdir, Mirzot verməyə, Allah ruhlarını şad eləsin. Ruhunu şad eləsin. Bu ailə bilir ki, məsələn, əvvəli Azərbaycan klassiklərinə, bu Əzəqə yarım oturub burada, Həzəz ağa oturub burada, bizim ağsaqqallarım. Bu ailə əvvəldən həm poeziya, həm bədii, həm klassik, həm muğam janrının bir ustad ailələrindən biridir. Allah Əl-Babam da ruhunu şad eləsin ki, ən yoğun bir-birinə. Bu vəsiyyət olunmuş bir ürək birisidir ki, əvvəli kəntimizin özəl simaları, insanlar olur. O cümlədən bu ailədir. Ağsaqqalların bütün təbriklər, deyirlər, bu İmam Zaman ağanın əli mövludi ilə baham olmuşuq, bunun özündə bir vətənpərvərliyi var. Həcaz ağanın bir dəfə ağsaqqalın özəl söz edir, doğrudan söz daxtıb hərəkət edir. Həm ümumən, həm bədii, həm siyasi, hamısı içində var. Dedi ki, bir insan özünü, yəni mərifət əhlindən, Haysa Hacıdan üzr istəyir. Estağfurullah. Dedi ki, iki şey Hasandır, istər mərifət əhli olsun, istər bədiyyə fərq eləməz. Dedi ki, bir Allahdan günahdır, bir insanlardandır həya. Doğru, günah da eyibdir. Günah da eyibdir. Bununla insan ucalar da, vətənpərvərliyi olar, elinə, obasına, ailəsinə, kəntinə. O cümlədən də İmam Aman ağanın ki, bu özəl gündə cəm olmuş, elimin əli bərəkətidir ki, Allah Əzəl İşlər qardaşın özəl şeir oxudu, o Həzəl əmdardan. Mənim də elə xatirim, o şairləri bir belə bəhrəməndə qısa bir şey inşallah. Mən də onları bir təbrik eləyərəm. İlhamın buyur. Allah ustadlarımızın ruhunu şad eləsin, deyir, qalıbdır ətrini duymaq gülüm səba gələnə. Doğrudan bəyadır, doğrudan Allah ustadlarımızın rəhmət bilirəməz, Allah səni var edir. Ağa qalıbdır ətrini duymaq gülüm səba gələnə. Fərəh zamanı qalıb bu ya aşina gələnə. Ağa o niyyət ilə ki, səndən xəbər verən tapılar, durub yol üstə dikib göz bu binəva gələnə. Məhəbbət aləminin, məhəbbət aləminin cövrü çoxdur səfasından, cəfa-ı cövrüdən artıq verər səfa gələnə. Qapında durub qəda tək ağacan icazə versən əgər, bu qəmli canı inan, eylərəm fəda gələnə. Bəla gəlir, özün doğrudan bir gözəlliyinə var. Bəla gəlir dedilər, bəla gəlir dedilər. Bak geldi yandı. Bəla gəlir dedilər.
Hələ cavab verər. Bəla gəlir dedilər qətlimə nigarımdan. O bəxti məndə ki var, qalmaram bəla gələnə. Bax. Doğrudan əzbər. Fəna cahanda könül yox nişan ədalətdən, ümidi bağlamışıq bir məhliqa gələnə. Fəraq dərdinə bir çarə tahmadım mahir, davayı dərdi dilim, qaldı dilruba gələnə. Davayı dərdi dilim, qaldı dilruba gələnə. Allah mübarək eləsin, Allah bu əmr eləyir. Yağın ki, assaqqallarım əlbəttə öz təbriklərini deyiblər, bizə də qismət oldu inşallah iştirak etmək. Allah sözləri var eləsin inşallah. Allah mübarək eləsin. Buyur Hacı Bəhruz. İstifadə eləyək şairlərimizin də eşidək. Gənə arada əlavələr olsa deyərik inşallah. Bismillahirrahmanirrahim. Biraz bəkləyin. Dərk eyləyə bilsəydik ixlas ilə Qur'anı. Dərk eyləyə bilsəydik ixlas ilə Qur'anı, qoymazdıq ibadətsiz ömrün keçə bir anı. Aşiq odur öz canın cananə edib qurban, meydan-ı məhəbbətdə şövq ilə axəqanı. Dost tut uca Allahı, dost tut uca Allahı, həm düşmənini düşmən, könlün evini pak et, qoyma ora şeytanı. Uyma bu fəna mülkə, fəxr eyləmə tacun var, dəfn eylədilər xakə, çox əbd ilə sultanı. Dünyada nə əkdünsə, üqbada verər bari. Dünyada nə əkdünsə, üqbada verər bari, bari əməlün salih et ki, görəsən ani. Gəldikdə əcəl baxmır, qulsan, ağasan, Allah əmr etdisə Əzrail anında alır canı. Dünyada nəyün olsa gəlməz o zaman kərə. Bunca nə qədər gördün min belə insanı. Dünya evi 5 gündür. Dünya evi 5 gündür, üqbaya tədarük qıl. Gəl vermə sirati sən əldən belə imkanı. Gəl vermə sirati sən əldən. Hasan. Əziz qonaqlarımız da var burada, Mahir qardaşımız ki, inşallah. Allah var olsun. Mən Buyurun. İmam Zaman ağanın mövludu münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. İlahi. Böylərin məsəlində söz demək biraz bizlər üçün çox ağırdır. Allah ömür versin. Allah böylükdən əsik eləməsin. Söz haqqında, bayaq qardaşlardan kimsə söz haqqında söhbət edir. Çox ləzzət edir bizim sözün. Belə bir yazım var. Başlayarsınız indi. Fikri çatdırmaq üçün dil səsi həmkar edir. Fikri çatdırmaq üçün dil səsi həmkar edir. Ağzın dərdivarından sözü izhar edir. Elə heyrət edirəm xaliqinin qüdrətinə. Sözdəki neyməti yoxdan necə görvar edir. Sözlə təltif eləyir sadiq olan bəndəsini, etdiyi əhdi ona sözlə xəbərdar edir. Ana bətnində də hifz eylədi bu dil dodağı, görə pak ismini burada necə iqrar edir. Hikmətin bil kökü qəlbindir, onun meyvəsi söz. Sözü izhar elədin, bil səni aşkar eləyir. Mahira, aqil olan kəs sözü az etməlidir. Çox sözün var eləyən, sonda özün xar eləyir. İllətin axtar nədir? Bakı asıldım indi Moğolutdan sonra. İllətin axtar nədir sirli olan pünhanə söz? Sənə öz qurban olam sənin qələmdə. İllətin axtar nədir sirli olan pünhanə söz? Hansı hikmətdən doğur gərdiş edir meydana söz? Ay şairlər, dil qəfəsdən azad olmaq üçün toxundu ləblərə. Ağa, bu təmasdan hasıl oldu gövhəri dürdana söz. Ünsiyyət tapmaq üçün həqdən gəlib insanı söz. Həqdən gəlib bu Qur'anı deyir, Hacı Ustad. Qurban sənə, qızışdırdın məni.
ünsiyyət tapmaq üçün haqdan gəlib insana söz. Onun üçün deyir ki, söz şəhadət, söz İsuldin, söz Firudin, söz Quran. Bir dənə qoymadı açıq. Söz şəhadət, söz İsuldin, söz Firudin, söz Quran. Amma qədrini dərk etməsən, hacı verməz xeyir imana söz. Hər sözün, hər bir kəlamın şair hikməti bir məğzi var. Ən şahanı söz hansıdır? Əhl-i beytdir, əhl-i beytdir, əhl-i beyt ən şahanı söz. Fail-i muxtar yaratmışdır Xudavənd Adəmi, Saqiya aç sirrini, gəlsin bugün mizana söz. Gər Füzuli açdısa, söz gövhərin etmiş tamam, cihdicət etmək qalıbdır, Sadiq-i nalanı söz, Sadiq-i nalanı söz. Allah azim alemi rəhmət eləsin. Allah rəhmət. Qəli bir sözcüm eləyim dayda. Arif olanın sevgili canan vətəndir əman. Mövlud beraber. Arif olanın sevgili cananı vətəndir. Ayağlar həm namusu həm qeyrəti vicdanı vətəndir aman. Hər kəs vətəni sevməsə insan deyil əsla. İnsan olanın ayağlar cismi də həm canı vətəndir aman. Vətən uğrunda ölərsən, vətən uğrunda ölərsəm, buna gər fəxr edərəm mən. Könlüm nə zaman istəsə qurbanı vətəndir. Yarın qəmu hicranına dözməkdə nə vardır? Ayaqlar ən müşkün olan dəhridə hicranı vətəndir. Hər kəs Allah sənin ruhunu şad etsin. Hər kəs vətəni, hər kəs soruşan gər mənim ünvanımı sizdən. Bəh bəh, demi var Nardaran, demi Abşeron, gör ne deyib baba, milliyyətçi budur bax. Hər kəs soruşan gər mənim ünvanımı sizdən. Ol şəxsə deyin, mailin ünvanı vətəndir. Ol şəxsə deyin, mailin ünvanı vətəndir. Əziləm dostun olsun, ay Hacı Məhruz. Şairimizi de alqışlayır ya, dostum alın. Əziləm dostun olsun, dost ol ki üstad dostun olsun. Allah dostunu sev ki, ay Ələskər, Allah dostunu sev ki, niye? Allah da dostun olsun. Görün mübarek, anın mevlidinə bahayam olasın ya. Biz Azəriyik, dəhridə çox şöhrətimiz var. Bəli. Maşallah. Həcbi vətəndən o qədər Allah İsmail əmni rəhmət eləsin, hədiyə can sağlığı versin. Biz Azəriyik, dəhridə çox şöhrətimiz var. Tarixə nəzər sal, necə gör izzətimiz var. Sağ ol. Çox neməti bəxş eylədi Xaliq bu diyarə. Həm dünyəvi, həm üxrəvi bol sərvətimiz var. Bu torpaq əzəldən nə qədər dahi yetirmiş. Allah keçmişlərimizi rəhmət eləsin. Bu torpaq əzəldən nə qədər dahi yetirmiş. Həmd olsun o Allaha gözəl millətimiz var. Almış nənələr Fatimədən dərsi həyani. Almış nənələr Fatimədən dərsi həyani. Hifz etmiş hicab adlı bugün zinətimiz var. Rəhmət ola əcdadımıza dammadı haqqı. Bu silsilə ilə Əliyə beyətimiz var. Hər əsri mücahidləri olmuş bu diyarın. Hər əsri mücahidləri olmuş bu diyarın. Niyə? Çün Kərbəla ilə bizim ülfətimiz var. Bəhruz vətənin Azərbaycan nə gözəldir. Yəni hələ dünyada ikən cənnətimiz var. Yəni hələ dünyada. Çok sağ ol. Allah var. Buyurun, şairlərdən kimindir növbə?
İbrahim qardaşımız cavan şairlərimizdəndir, amma maşallah olsun, çox qələmi, Allah saxlasın. irfani mövzularda daha çoxdur. İtidir qələmi, maşallah olsun. Maşallah. Allah sağ Allah zehninə, təbinə bərəkət versin. Hamı salamlayıram. Aleyküm. Zaman ağam mövzu münasibətilə hamısı təbrik edirəm. Çox danışmayacam, başlayıram şeiri. Yox. Bismillahirrahmanirrahim. İtdi gözdən yarı ol, kâni səxa gəlmir nəsə. İtdi gözdən yarı ol, kâni səxa gəlmir nəsə. Qönçə ağzından sədayi mərhəba gəlmir nəsə. Gülsitani dün səhər axtardı bu mürği könül. Gülsitani dün səhər axtardı bu mürği könül. Əndəli bir gülsitandan xoş nəva gəlmir nəsə. Xeyli vaxtdır pərdə-i qeybətdə olmuşdur nihan. Məhcəmalım, ol vücudi basəfa gəlmir nəsə. Zülmü tutmuş aləmi qarətdədir iman hər an. Zalimi rüsva edən fərmanrəva gəlmir nəsə. Söhbətim, fikrim, xəyalım daima olmuş o yar. Zar, ol çırağı həqnima gəlmir nəsə. Naz edir yarım mənə, qurban olum ol nazına. Qəlbimi viran edən huri liqa gəlmir nəsə. Əhsən. Qeybəti kübrası yarın çox uzun çəkdi yaman. Qeybəti kübrası yarın çox uzun çəkdi yaman. Mülk-i ədli eyləmək üçün bina gəlmir nəsə. Ta nə qədri tab edək bu hicrə ey dil, bilmirik. Xanə-i uşaq olub möhnət səra gəlmir nəsə. Bəlkə yarın gəlməsində olmuş əmalım hicab. Bəlkə yarın gəlməsində olmuş əmalım hicab. Azdır iman əhli aqil qaliba gəlmir nəsə. Yandı canım qüssədən. İşarət ibarət əli deyir. Yandı canım qüssədən. Gözlər nigaran hardasan. Sən deyirsən gəl acı bu deyə hardasan. Yandı canım qüssədən, gözlər nigaran hardasan ağam. Hər gecəm ahu fəqan, könlüm pərişan hardasan. Nuş edib ol badeyi meyyi, cəhalətdən uzaq astığım hər pərdədə. Gördüm Gülüstan, hardasan? Açdığım hər pərdədə. Gördüm Gülüstan, hardasan? Leyli yelda ağladım, hüsnün cemalın bir görüm. İsmi məlum, gəl görünməz, qeyb-i pünhan ağam. Hardasan? Gər ola dünya çəmənzar. Rahat olmam bir can, həsrətəm ey varisi, ey şah-ı mərdan. Ayəcə, hardasan? Gəl zuhurunla dola ədlu ədalətlə cahan, ey zamanın sahibi dözmür daha can. Hardasan? Əhsən. Doğrudan əhsən düşür. Xeyli vaxtdır gözlərim bir aşinanı axtarır. Təxəllüsü var. Buyurun Hacı. Sadiq qurban sənə gəl sadiqına. Sadiqəm çün intizari müftəlayı qəlbi qan. Göz yaşımdan coşdu çaylar, yağdı leysan ağam. Hardasan? Buyur. Xeyli vaxtdır gözlərim bir aşinanı axtarır. Baş. Xeyli vaxtdır gözlərim bir aşinanı axtarır. Hüsnü dillərdə gəzən Yusif Liqanı axtarır. Gözlərim yollarda iz qoydu nigaran, gəlmədi. Gözlərim yollarda iz qoydu nigaran, gəlmədi. Həm yeri, həm göyləri, həm kəhkəşanı axtarır. Təşdədir qəlbim sərasər, arzum verməz bəhər. Çün onu sirab edən bir bağıbanı axtarır. Dəftəri əmalımə yarım vuraydı möhrünü. Bu təmənnadır səbəb ol dilrubani axtarır. Məscid-ü meyxana gəzdim, bulmadım yarı fəqət. Cismi ruhum ol şəhi mülki cahanı axtarır. Əhsən. Bilmirik yarın yeri sabitdir ya səyyarədir. Bilmirik yarın yeri sabitdir ya səyyarədir. İntizar əhli bu üzdən hər məkanı axtarır.
Bilmirəm ol yar məndən razıdır, narazıdır. Qəlbi məsrətlə sədai mərhəbanı axtarır. Aqilin göz yaşları faş etdi sirrin aləmə. Bildilər bu əhli qəm sahib zamanı axtarır. İndi köhünlər yığışmışlar yar. Ha ocağın qəzal hanıdır ha? Bəli, Allah saxlasın. İndi köhünlər yığışmışlar bugün bir araya. Meyledirlər məclisini meydə olan hər bağraya. Əhsən sənə ayəm oldu. Ram olur aşıqlərin qəlbi hər an meyxanədə. Bir dənə şair hələ bizdə olmur, hələ burada da varmış ha. Ram olur aşıqlərin qəlbi hər an meyxanədə. Çün sıxıldıqca ürəklər üz tuturlar çarəyə. Bəh. Cəm olarlar nurun ətrafında ya bir pərvanə tək. Sanki bir vacib xəbər var yar Şəmidən pərvanəyə. Bir dənə əhsən düşür mənə ya. Oradan əhsən düşür. Səni də düşürəm. Vallahi billahi. Gördün Ələskərdə, cargahda. Məst oluyum bihoş olanlar yar Aləm İsrədən bədəyəm Çün gələn yer içdikləri Həq küzəsindən badəyən qəm kədər Döndərməz əsla tutduğu yoldan küçün Bəh Bağlanıblar yar Sənə qurban Bağıbanlar yar sidqilə etdikləri peymanəyə. Ne gözəl ha, ne gözəl. Bir də oxuyuram bunu ya. Qəm kədər göndərməz əsla tutduğu yoldan küçün. Buna bax. Bağıbanlar sidqilə etdikləri peymanəyə. Saləm yol vallahi. Cah dediyim vəsf etsə də valih bugün aşıqları. Yazık bilirsən Allah aləmini uca görsün. Qarıqını öldürməyin. Cah dediyim vəsf etsə də valih bugün aşıqları. Amma miskin könlünü məhkum edeyim qamxanəyə. Edeyim meyxanədən meyxanəyə. Əhsən bir alırsan halal olsun sənə. Hindi atıblar mənə, hindi attı mənə bunun nanızım. Oxuyun da. Gözəl. Mən şey imkan var nəzir. Mahir, durmazsan, əmrə qəngə. Allah'ına aşık olan insan günah etmez. Yani sen de öz şehrinden. Allah'ına aşık olan insan günah etmez. İster asık aşar, ay Kerbela ya da pünhan günah etmez. Bir şəxsinə gəl qalbi yola Allah'a bağlı azdırmağa cəhd etsə də şeytan öz qələmindir, günah etməz. Yoxdan, mümin bir bəndə günah etdisə imanı zəifdir. Vardırsa əgər kimdəsə iman, ay Kerbela günah etməz. Kur'an'da deyilmiş bizə təqvalı olun siz. Kim dərk eləsə, ay Mahirsan, kim dərk eləsə, ayə-i Kur'an günah etməz. Bilən, beysinə bax oxlanmışsın. Hacı, aşiq ilə məşuq arası çox uzaq olmaz. Olmaz. Necə deyirəm? Aşiq ilə məşuq arası çox uzaq olmaz. Mömin eləyər dəhridə nöqsan, ayacı, əmma günah etməz. Allah buyurub verdiyi nemətə şükr et. Kim istəsə gəl cənnət-i rizvan, günah etməz. Hikmətlə həmid. Allah hamımızı ayırdır ha. Allah bir dənə alqışlayacaq. Alqış. Hikmətlə həmiz hər zaman ol nəfsinə hakim. Dalib neydi? Allah'ına aşık olan insan günah etmez. Allah'ına aşık olan insan günah etmez. Sağ ol vallahi. Ya Allah, şair hikmetindirsə buyursun. Buyurun. Bunları öz qələmləriylə ödülmək lazım əziz. Doğruna Allahsa fəxrimizlə. Buyurun. Can üfürdük canının zindanına, sən neylədin?
Can üfürdük canının zindanına, sen neylədin? Öz canından can veren cananına, sen neylədin? Ayrılandan bizden ey can, sen təkəbbür eylədin. Etməliydin sən nəzər peymanına, sen neylədin? Biz səni ali yarattık, hamıdan bil ey bəşər. Etməliydin səcdə sən yezdanına, sən neylədin? Bak bak bak. Əqli verdik nəfsini, sən ram edərsən etmədin. Əqli verdik nəfsini, sən ram edərsən etmədin. Əqlini nəfsin çəkibdir yanına, sən neylədin? Canını aldıqda biz cismində sondan başladıq, ayağından başladıq. Canını aldıqda biz cismində sondan başladıq. Bəlkə Allah söylədin rəhmanına. Sən neylədin? Hasan. Sən utandırdın məni. Sən utandırdın məni, mən də peyğəmbər göndərib, bəlkə döndərsin səni ünvanına. Sən neylədin? Sağ ol Mahir, sağ ol. Öldürübsən itrətin, daimdə nifrət eylədin. Öldürübsən itrətin, daimdə nifrət eylədin. Etmədin sən mərifət Qur'anına. Sən neylədin? Hasan. Atmısan üç guşə ox, sən qətl edibsən Əsğəri. Sən boyandırdın Hüseyni qanına. Sən neylədin? Sağ ol Mahir, sağ ol. Tövbə et Mahir. Tövbə et Mahir, Xuda etsin hidayət qəlbini. Amin. Etkinən daim nəzər imanına. Sən neylədin? Hasan. Hamid ya Allah. Allah sağ olsun. İşimiz çoktu be. Ben de İşimiz çok. hamını salamlayıram. Bayramımız mübarek olsun inşallah. Aham inşallah. İşimiz çok. Aşıqam mən bir kəsə, aləm onun heyranıdır. Aşıqam mən bir kəsə, aləm onun heyranıdır. Az qalıb səbr eləyək, dövran onun dövranıdır. Ol gəlib zülmü, sitəmdən məzlumi azad edər, bir cümə mütləq gələr, çün Allahın fərmanıdır. Olsa gər bir müşkülün eşq ilə de, ləbbeyk Hüseyn, ya Hüseyn zikri cahanda dərdlərin dərmanıdır. Gedmə ayrı səmtə gəl üst tut Hüseyn dəstgahına, gəl qoşul sən də bu cəmə, çünki eşq karvanıdır. Sorsalar səndən həmid, hikmətli söz yazdım necə, söylə ki, mənlik deyil, sahib zaman ehsanı. Allah razı olsun. Samet diyeceksen ya Ahmet diyecek. Buyur Hamid, buyur. Söz sendedir. Ey gül. İndi bədə Əcrahim qardaşımız. Buyur. Ruhanımızın da bu Əcrahim. Ol, hak yatsı. Biz ona salam verin buna. Kimindir bu? Hacı Ruhan. Əcrahman var. Hacı Rahman. Ha ya Allah. Ey gül təravət əhlini incitmə, xarilə. Sübhün nə fərqi var bu xəbərdə tarilə. Gülzar eşqin abi havasında nəşə var. Bülbül fəqan edir, utanır lalə ar ilə. Düşsün bir eşqə ateşi vüslətdə yanmasın. Hər kim sınağa çəksə əgər, yan yar ilə, yarı yar ilə. Həsrət gözün nəvasını könlümdə gizlədir, xəlbət, rəqabət eyləyir, həm aşikar ilə. Ağlın mürada yetməyi məcburidir gülüm, qəlbin havası kamə yetir, ixtiyar ilə. Salayra. Sən ruhi səbr qıl, gələr imdadı bir bəşər. Sən ruhi səbr qıl, gələr imdadı bir bəşər.
her dem rəfaqət et. Bu şiirin intizar ilə, bu şiirin intizar ilə ruhanımızı alqışlayır burada. Alqışlar olsun. Birinci Əsəd Əli biz. Ciğərim, qanınım ey, qonçanı cam eyləmişəm. Eşkin günü də həstəmin Hacı Yaşar Allah rəhmət etsin. Allah rəhmət. Olmaz ki ondan işi oxumayasın. Bəli. Ciğərim, qanınım ey, qonçanı cam eyləmişəm. Ayacı, nalı-i zalim ilə bülbülü ram eyləmişəm. Düşməmişdim ay hacı, ay ıslahlar. Düşməmişdim oduna, eşki sanırdım. Daha o zaman adam asan gelərdi. Düşməmişdim oduna, eşki sanırdım asan. İndi bildim necə mən səhv-i xam eyləmişəm. Aşıq belə olar, gündüzlər nə gecə. Göydə yıldızların əhvalını məndən xəbər al. Gör necə ayacı eşqi bilə gündüzü şam eyləmişəm. Eşq belə olar, nə axşam, nə gecə, Allah rəhmət eləsin. Həsrətindən sənəma səbr qərarım kəsilib ay ələskər. Yuxunu gözlərimə çünki haram eyləmişəm. Elde ayağdətdi nəzir üçün quzu qurban kesilər. Amma yaşadır yox, Allah cüzbü şeylərdir. Elde ağdətdi nəzir üçün quzu qurban kesilər. Canımı nəqd eləyim ayacı yarə anam eyləmişəm. Vurmadı kimsə başa, vurmadı kimsə başa, eşq-i məhəbbət dərsin aman. Məkləbi eşqi də sən ayacı, dərsi tamam eyləmsən. Bu qədər cövr-i cəfaya, bu qədər cövr-i cəfaya nə qədər dözmək olar ya Rəbb, Cahidə. Allah rəhmət eləsin. Allah rəhmət. Cahidə dözmək baxırda qiyam eyləmişəm. Cahidə dözmək baxırda qiyam eyləmişəm. Qanun-i ilahi belədir. Allah Seyyid Azam ağa. Qanun-i ilahi belədir. Ay yerinə gün gecə gəlməz. Gər Züvri Ali olmasa ay aşıqlar, aşık dilə gəlməz. Gər cəzbəyi eşq olsa gətirirəm necə gəlməz. Vallah gər cəzbəyi eşq olmasa gəlsə necə gəlməz. Gər cəzbəyi eşq olmasa gəlsə necə gəlməz. Bülbül kimi könlüm yenə dəyir, şura gəlib duyur. Ay 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 mayan 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 dayandım ayan. Bülbül kimi könlüm yenə dəyir, şura gəlib duyur. Bir taqət bir taqət olayım, bu bədənim zura gəlib duyur. Ətrafına Ətrafına yaş qəhli hami hala vurub duyur. Pərvanə sifayət sanki hami nura gəlib duyur.
Mən istərəm ey şun yox, mən istərəm ey şun yox, edim sənlə təkəllüm. Mən istərəm ey şun yox, edim sənlə təkəllüm. Musa dirilib, sanki hami nura gəlib dünyaya. Mayil hadi bir şura hadi şuri nevadan göster ki görey Mətləb Mənsura gəlibdir, aman aman ay bədəd aman ay aman aman Emmi ol istedi onun için. Ya Allah. Dostlar mən görən ol dilbər ziba kimidir? Göstərən gül yüzünü. Dostlar mən görən ol dilbər ziba kimidir? Dağdan gül yüzünə zülfü mütərra kimidir? Mən ki bir hoşu görüb, gördü gözümdən getdim. Siz ki hoşyar düz ol, afet dünya kimidir? Ne könül koydu ne cayan, mende ne sabrı ne karar. Garet etti məni yol, şahidi yağmaya kimidir? Olacaq cənnətimə bilməsəm adəm deyiləm. Labi Kavsər ay Kərbəlay, üzü gül, qaməti Tuba kimidir? Dostlar dün gece kim meslemeyi vəhdətidir. Allah azze o Hazar baban rahmet eylesin. Allah rahmet. Bir hatire düştük adınız halasan gelme. Dostlar dün gece kim meslemeyi vəhdətidir. O bize sağ olan yar idiler kimidir? Doğduyan bari məhəbbətle gene sine bugün gösteren vadi sinada ayacı tecella kimidir? Kimdi bu meclis ürfanı bu şuren getiren dövr sağırla veren bade-i sehba kimidir? Olmasan badiye-i eşkide mecnunu eğer bilirsen ondaki kim, bilirsen ondaki sayan Hazreti Leyla kimidir? Nefsi vahidden eğer, nefsi vahidden eğer metlebe olsan vakif bilirsen ondaki sen Adem Havva kimidir? Geldi göf dayan yar elebi alemi ehya eledi ya Rab. Bu nece ruhi de aya bu Mesih'a kimidir? Çeşmi giftin ne bilir? Allah sağ rahmet eylesin. Allah kardeş izzet eylesin. Çeşmi giftin ne bilir? Hırgat harı sırlay dayı. Ne bilir dehride Firavun ki Musa kimidir? Bah bah bah.
Ne bilir dəhri de Firavun ki Musa kimidir. Hak zühüründe helal. Bize deme bak Gazanfer bu günle alakadardır. Hak zühüründe helal. Yolda kalıp iki gözüm. Bes o hak aileyi mezherül ya kimidir. Kudretül eyni ve ömründe değilsen vakıf niye görebilmez ki cemali hake bina kimidir bu sarı bak bu sarı çeşme ezelden bulanıp ey gafil gör kime tabi olursunuz bedbahtlar size Mevla kimidir nese gün alemin asulte gelip oldu mügim nese gün alemin asulte gelip oldu mügim ayalar keyfi ki bilmediler yer Seyyid-i Rüsva kimidir Sadi Şirazı da onun güzelliğine bir güzel yerdir. Takdiri kazan kuvveti mavzun ile dönmez. Bir şermi ki haktan yana hiç batile sönmez. Bağıran yerine dürrü güher yaksa semadan. Ay bedbahtlar, bedbaht olanım. Bağına bir bağanesi yenmez. Bir de Hazal babam ruhuna salavaz. Alacak bir soldanın o sigine edebiyatla. Ördüm oturup failin kanı kavandı. Belale mi? Sonra Ebu'l-Fezem Allah rahmet 5-6 defa geldim de hadi failden 2 bahtı atalım. Gel bir buraya. O şimdi öptüm bunları. Dedi ki eşitmişim Seydazım ne okuyorsan? Ben diyebilirim. Dedim ki önce laf ölümden. Dedim ne kadar at alacaksan? Yalanlar dedim şilo. 1 kilo aldı dedim. Dedim şilo. Dedi ki bir tane eğer andol Allah'a uşaqlıq danışmışam sizin. Bahişi danışmışam bir defa maşında eğer bir kadında alıp. Yar anələ şey başka yardı. Dedi ki bak kilo gibi et alacaq. Hayır o da ters o da ellerini böyle koyup alalım. Şeyləsin ne bilir. Həmin bunu dedi ki bir tane beyt var. Eğer desin kimin döyəcək əmmi oğlu her bir eti özü sümüksüz. Həz andol Allah'a danış. Dedim ki de o da böyle xasiyyətcə ağır da. Dedi ki biz olmasam badiye-i eşkide mezunu eğer adı yar hanım etin yanında 1 kilo oğurluq et alacağım ben badiye-i eşkide. O şey olmasam badiye-i eşkide mezunu eğer bilirsen bilmesen heysi ki sen Hazreti Leyla kimidir. Bak ne deyir? Dedim ki bu Seydazımındır. Seydazımı diyen kimi Bəlali rahmetli dedi ki düz deyir. Dedi bir diyen ki sen için şoförlükdür. Ben geri dedim ki yol şeyde bilirsen dedim ben eli de boşta. O boştan yolda taş barada böyle oturdum ben dedi Fərəzad Həzmən gel. Dedim dostlar mən görən ol dilbər ziba kimidir. Bir tane şey zil yanında şiir Allah'ın bak dur beləçinə getdilər ki söndürürlər əlbəbim sizin. Həs şeir oxur. Getdilər zili söndürürlər. Boş dedim buradan dostlar mən biraz koydum size koydum beyazı da kilo etliyi var. Dostlar mən evvəldə oturub bu hepsi. Dostlar mən görən ol dilbər ziba kimidir. Dağdan gül yüzünə zülfü mütərra kimidir. Mən ki bihuşu düşüb görsək. Mən dedim ki mən ki bihuşu görüb dedi yok düşüb. Mən ki bihuş oldum gördüm ayılığını bir de hərfi bir de kəlməni. Boş dedim buradan geldim sattım. Olmasam badiye-i eşkide məzin. Dedi gəl fay get gətir buna bir daha yerlənmə gəlib. Dur. Koyma da gördü ki en ağır beytdən dedim. Gəldi qəftar ləbi aləmi ehyalimi. Adam uzadı gedirikdən yoxladı. Tez sarım alsın mənim. Dedim ki emin ol yok mən sənə dedim böyük danışmır. 3 kilo et ver. Faikə deməli daha artıq oldu. Həm faikə də ələ qoydu 100 kilo. Həm bir şey deyək ki 2 kilo 600 qram. Hadi sen böyleyim aldı. Faikə dedim qərə oturub burada oydu. Həm bir şey biz dedik 10 manatı da 14 manatı olar da deyəmir. Ne olar mı 200 qram? Əlbəmim 2 kilo. Bak o xatirə bir tane ruhuna salavat. Allah'ım Hatirelerden dedi. Buradan rahmetli Əzmail'den sohbet düştü. Bir hatire de ben diyeyim Əzmail'den size. 90-cı ildə həccə getmişik. Birinci həcc səfəri 160 nəfər.
Kabe'nin yaxınlığındayıq. O vaxtki otellər 1-2 mərtəbə taxtadandır. Biz də Əzmail aşağıda 1-ci mərtəbədədir, biz yuxarıdayıq. Yığışırıq Əzmailin ətrafına, saat 2-yə, 3-yə danışmaq şehirdən, sənətdən, buradan söhbət gedir. İndi 2-3 yuxu tutanda hər kəsən qalxır öz yerinə yatmağa. Hələ gözümüzü görmən kimi azan başlayır. Bu Məkkənin xüsusiyyətidir. 5 dəfə azan deyirlər, ta çağırışdır. 1-2 taza həvəs adam. Azanı çaya Allah'ımız qalxdıq, bəzi dəstəmaz alıb düşmüşük aşağı, Mail yatıb. Adam Mail oyadı, Mail duran, sirkələdə durdu, oturdu. Adam ne olur? Dedik, öy vallahi digməz, azan verilir namazdı, başımız xarab olur. Allah burada, biz burada, azan durduk var ya. Bura başçıdır bəyəm, durun. Ruhana bir salamat sirkələdi. Mənim bir neçə kəlmə, bilməm, sözdən qabaq söhbət eləmişik. Demişəm də uşaqlara ki, gələrlər özlərindən də danışım. Ələskərdir, sonra Həcc Səməddir. Deyir, söz var xalq içində, söz var xulq içində. Bu ad ki qoyulubdur bu məclisə, xahiş edirəm diqqətlə qalıb, ola bilər heç gələn məclisə ömrümüz çatmaz. Bunu diqqət eləyin. Bu məclisə ki ad qoyulub Məcmə-i Şüəra, bu bizim gördüyümüz Həzmaildən bu yana, Həzmaildən qabaqdır bu məclis yaşayıb, böyük şəxsiyyətlər yaşadıb götürüb. İndi siz bu məsuliyyəti götürdünüz, çox gözəl. Burada hər sahə var. Burada istedadlar çıxır aşkar. Allah Kərbəlayı Ağavardını da ruhunu şad eləsin. Kazım əmgavını, Rəhim əmgəlini, ruhlarına bir salavat çəkir. Bu çox bir böyük məsuliyyətdir. Kərbəlayı Qəzənfər də açır oyunu, dəfələrlə bu tədbirə gəlirik, zəhmət çəkirlər. Mallarına, canlarına bərəkət və bir dəfə də tədbir hazırlamışdı. Uşaq xəstələndi, təxirə salındı. Əvvəla bu tədbirə dəvət alanlar ya hə deməlidir, ya yox. Mesela çağıranda deyir ki, saat falan vaxtda tədbirimiz var. Bu da ayrı tədbirə oxşarıdır. Bu toy deyil ki, ertədən gedərəm, pulumu salaram, ya axşam sonra gedərəm. Xeyr, gələ biləcəksən, deyirsən ki, mən falan vaxtda orada xahiş olunur, bu vədə xilaf çıxmayək. Bu böyük amanətdir, buna xəyanət eləməyək. İkinci, Məcmə-i Şüəra məclisində tək şairlər olmurdu ki. İndi Əzmailin vaxtında məclisi görün, hansı sahədə ora adamlar gəlməyib bu Məcmə-i Şüəraya? Ən azından qulaq asıblar, özlərində bir təsəvvürat yaranıb, muğamçılar gəlib, şairlər gəlib, alimlər, ruhanilər gəlib, akademiklər idi. Bizim Müzəffə daim oradaydı, işləyib. Deyirəm də, akademik, hər sahənin adamı gəl, hər kəs oradan bir şey yaparıb, özünə lazım olan. Bu məclisin gələcəyi çox parlaqdır, çox böyükdür. Bizdə də indi Allah bir ağsaqqal kimi burada iştirak edirik, boynumuzda təklif var, vəzifə var. Ya bu işi görək, ya görməyək. Bunu belə ala yarımçılıq, qırım-qırtdı, saat 8-də deyim, 10-da gəlim, nə bilim, gedim tordu kəsim gəlim, yox, qardaşlarım. Əvvəla mən təklif verirəm. Səməd, bəyəqdən şotu sən vermişdi, indi şot mənlikdir, qulağa, vəzifən qulaq asmaq. Mən təklif edirəm, Həcc Səmədə bir vəzifə verək, bu Məcmə-i Şüəra məclisinin musiqi sahəsini, muğam sahəsini ondan soruşaq. Çünki buraya musiqiçilər də gəlir, burada hər sahənin adamları var, şehir sənət adamları var, digərlərdir. Bu məclis getdikcə genişlənəcək, inşallah böyük vüsət alacaq. Mən görürəm o günü ki, inşallah bu məclis üçün biz gələcəyinə mədəniyyət evində böyük bir sahə götürəcək, bu tədbir orada keçirilər. Və ümumiyyətlə də cəmaatımızın iştirakı ilə, cəmaatımız da bu məclisdən bəhrələnə, hamısında bir həvəs yarana ki, uşağını, oğulunu bu sahəyə tətbiq eləsin, bu sahəni inkişaf elətdirsin. Əgər Həcc Səməd bu məclisdə musiqi sahəsini ayırt eləsə günə, bunu qəbul eləyər, eləməz. Əlbəttə eləyərəm. Məsələn, mənə böyük tərəf olar ki, vallahi bildiyimdən... Bugün kətdə sənsən, bu sahədə heç bura bunun nə zadı var, nə tərif var, nə bir şey. Kim bəyənir, bəyənsin, deyir, mən bir dənəmi bəyənmirsən, götür 2 dənəni qoy ortaya, mən gəlim dalınca. Bugün bu sahənin yükü sənin çiynindədir. Biz də bir ağsaqqal kimi dayanmışıq dalında da. Sən bu sahəni götürsən,
Amma xahiş edirik ki, səmimi olsun. Bu tədbir hazırlananda Ələsgərlə Qəzənfər hazırlayır. Əvvəlcədən danışılsın, vaxt müəyyən olsun, uzadın. Həssəmədin dəftərinə yazılsın ki, bugün fevral ayının 15-i Məcmuə Şaranın məclisi var. İstəyir Səmədin saatına 100 manat versinlər. Deyəcək mənlik. Mən orada ayda 2 ayda bir dəfə olan məclisdir. Qardaşım, mən bu işi, əgər bu cəsarəti tapa biləcəksən, qabul elə bu yükü. Bizdə axtarışı çıxmıyor. Və qabaqcadan, əvvəla sənin kəndin haqqı var boynunda. Atavun, babavun, əmlərvun, əziyyəti indi bugün sənin çiğnindədir. Elədir. Bu işi sən aparırsan. Biz də baxırıq bunu görürük, istəyirik də ki, bu davam eləsin. Dalı geçsin bunun. Sən bu yükü, amma bu şərtlə, Qəzənfərlə Ələsgərgili ki, bu işin yaradıcılarıdır. Qabaqcadan məsləhət eləyənə dəftərə, kitaba baxdın, nöqtəni qoydun, yazırsan ki, ayın 15-i, misal üçün, apreldə ya martda, 2 dünya saatına Səmədin 100 manat versələr, Səmədə Allah'da vapura bilməzdir. Bəli. Mən bunları bilirəm deyirəm ha. Nə qədər nə cür hesablayırsınızsa, mən də gördüyümü görmüşəm, bildiyimi bilirəm, buna görə deyirəm. Bu yükü qəbul eləsə, ondan soruşacaq. Bu sahədə və bu məclisin getdikcə şirinləşməsində biz ağsaqqallar ilə gəlirik bir balaca ilə, ne deyərlər, xoraqa duz atırıq ki, siz gələsiniz, qabağa gələsiniz. Biz də deyək ki, şükür Allah'a, Pərverdigara, bizə qədər gələn ağsaqqallar amanəti qoyub gediblər, biz də amanəti etibarlı əllərdə qoyub gedirik ki, bu amanət yaşayacaq. Biri budur. İkincisi odur ki, bu məclisə ki, hər kəs dəvət aldı, vaxtı deyildi, mən çox xahiş edirəm, o vaxtda gəlsin. Day bu yarım saat, 1 saat gecikmək söhbəti olmaz. Və gələn məclisə də hindidən tədarik görün ki, bəli, 1 aydan sonra, 2 aydan sonra, yarım aydan sonra, indi onu siz özünüz proqramı tutun. Bir də ki, yeni istedadlar, şairlər ki var, axtarış eləyin, onlara dəvət göndərin. Qismətləri var, gəlib iştirak eləyəcəklər, çıxacaqlar aşkara. Yoxdur, sözə gənə yoxdur, bizim əlimizdən gələn budur. Mən xahiş edirəm, bu təklifə qoy, ağsaqqallar da fikirlərini desin, biz vaxt keçirmək üçün bura gəlməmişik. Gələk 2 saatimizi, sosial şəbəkələrdə o qədər maraqlı, hər sahəni istəyirsən yığ, danışsın sənə bülbül kimi. Həzbabadan tutmuş, gəl xana qədər, gəl günə Seyid Əzmə qədər, gəl günə Xan Şuşunuzkaya gedinə. Nə bilim, gəl Cabbar Qardağlıya, əgər bunlar lazımsa yığ, danışsın sənin üçündə. Burada nə var? Biz istəyirik, o yolu burada davam edir. Gəlib oturmuşuq və əlimiz, ayağımız uşuyur, yaşlıyıq, xəstəyik. Birinin dava-dərman vaxtıdır, birinin ibadət vaxtıdır, birinin zikr vaxtıdır. Bu vaxtı istəyirik səmərəli. Biz bura boş vaxtda vaxt keçirməyə, ya gedək biz lağlağa adamı döyürük. Bu vaxtımız da deyil. Bəli, bəli, bu bizim tarix adət. Qoy ağsaqqallar da fikirli desin, çatışan, çatışmayanı. Qərar qəbul elədik, heç kəs bu qərardan kənara çıxa bilməz. Çıxsa, elə o gündə elan eləyəcək ki, bu adam bu məclisdən kənar oldu. Ay cəmiyyət bilin, filan kəs Məcmuə Şəraya layiq deyil, ləyaqəti yoxdur orada olmalı. Buyurun, deyin ağayan, fikrimizi deyin. İstisnayla deyilən bu sözü. Ne üçün? Birinin ola bilər ki, xəstədir canı, birinin də istisna. Bu başqa şeydir. Xəstə olmaq başqa şeydir. Mən dediyim şey, mənim yapışdığım Səməddən ona görə bilirəm ki, şairlər ki var, şairlər o dediği vaxtda buradadılar. Səməd məclis adamıdır. Səmədin saqqızını oğramasınlar. Mənim davam Səmədləndir. Mən qırğına müsibətim Səmədləndir. Mənim də bir Səmədlə qardaşım oğluna Ələsgər, buyur. Deyin, deyin, sonra gec olacaq. Çalışın şairin sözünə başqa değişməyin onu. Çünki Füzuli özü o vaxt deyib elə bunu. Qələm olsun, əli yol katib və təhririn, fəsad-ı rəqəmi sözünüzü şur eylə. Gahı bir hər bir xubutu ilə qılır nabiri nar, gahı bir nöqtə qüsuru ilə gözü kör eylə. Bundan həmişə şikayət olunurdu. İndi mən bir də görürəm ki, hələ klasikdən oxuyursan,
söz yadından çıxıb bir başqa söz deyirsən onun yerinə. Məsələn üçün. Olmaz. Hə. Onu ki, belə eləginə yadıma düşəndə təkrar eləginə onu ki, bilsinə ki, əsl söz budur. Bənzinə. Sənədə də deyirəm, mən bunlar ikisinə dəyişim var. Şairin sözünü değişmək olmaz. Böyük günahdır. Böyük günahdır. İstəyir, ya zəif şairdir, ya klassikdir. Təfavütü yoxdur. Onun sözünü değişdim, böyük günahdır. Doğru. Bu sözü məndən qəbul edin. Siz oxuyansınız. Bunlar indi özləri bilirlər ki, məsəl üçün, şeir nədir, təfilə nədir, olunacaq, söhbət yoxdur. Sən sədaqanlıqda böyük bir məsuliyyət istəyirsən ki, ay kişi, bunu düzgün oxuyasan, belənsinə. İndi mən sizin ikisinizə də hərdən görürəm ki, şairlərin sözündə dəyişiklik əmələ ya yadınızdan çıxır, ya indi belənsinə şey olar. Bunları çox fikir verin. Çox fikir verin. İnşallah. Mənim sözüm bu qədər. Ya Allah şəbür. İndi qoy bir ağsaqqallarının bəziləri bilir, indi şairlərimizin də bəziləri bilər inşallah. Mən hərifdir, bir dənə hərifləri belə bilirəm. Ancaq yer üzündən həz yaşarın mərsiyələri silinsə, mən başlaram əzbəri yazmaya. Sən. Paşa dayının mərsiyələrinin 99%'ını əzbər yazaram. Həzrizə Sərrafının mərsiyələrinin 90%'ni əzbər yazaram. Gəlin indi deyinən ki, bir də burada bu qəzəl var, bunu oxuya bilmərəm. Mən gələk əzbərliyim. O ailəminin də o bülbül kimi könlüm yenə də şuura gəlibdir. Onu mən harada əzbərləmişəm? Maşın gedə-gedə. Olar, dayı, səhvim olar. Hansısa beytini qatırdaram, hansısa nöqtəsi ilə. Onu da söz verirəm sənə ki, düzəldərik. Ağayar, buyur. Bu deyilən fikirlərə münasib. Çünki də gələn dəfə biz bu mövzuya qeydməyəcək. Gələn dəfə əməl eləyənə təşəkkür, eləməyənə cəza veriləcək. Bizim vaxtımız da elə, gələk oturaq, lağlağa duraq. Yo. Hamısının canlı sağ olasın. İstəyili böyle iki zahmet çekip gəliblər bizim boyumuza. Gələn qədəmlərinə Allah'tan layıq qismət eləsin. Çox böyük zahmet çekmişsiniz, gəlmişsiniz. Allah sizdən razı olsun. Yaxşı fikirlər sürdünüz. Mən də sizin sürdüyünüz fikirlərlə razıyam. Hətta hindi şairlər də var, oxudular da, qəşəng oxudular. Mən düzdür şair deyiləm, amma mən də hərdən birdən yazımda qalan şeylər olur. Deyir ki, bu eşq-i minasında kesilməz quzu qurban. Məşuquna aşiq gərək olsun özü qurban. Meydan-ı məhəbbətdə yazıblar bizi qurban. Mümkün deyil hər kəs gecə biganə bu yerdə. Belə yerlərdə biganənin işi yoxdur. Söz verdiniz, gəlin. Bir dənə sonra şairlərə sözüm var. Yəni Valentina, buyur. Azərbaycan morfologiyasında qrammatika bilənlər bilirlər. İk, dik, cik, mik, belə rədif yox. Güzel üçün, şimdi o pantürkizm olmasın deyə o vaxt Sovet hüküməti o şeye icazə verib yazıblar. Biz bir qatar türkü şiirin süxənlərik. Əli döyürək. Heç nə bəhri var, nə bir şey var, görürsən. Biz bir qatar tuti şiirin süxənlərik. İk, dik, cik, mik, belə şey yoxdur. Azərbaycan dilində rədd dilin özümüzdə. Bu belə rədif yoxdur. Bu dəqiqdir. Neyse, Allah köməyimiz olsun. Buyurun. Deyin də fikir deyin də. Fikir də alim olanları. Hələ şəbdən başlayır. Yadan böyle fikirlənib edilər. Ne diyebilir sizin yanında? Mən bir daha özür istəyirəm. Buyur. Assaqqallar. Mən belə əmmi oğluyla danışanda dedim, ki, 3 yerdə mən o and olalı 3 yeri mişallıya, mənə qismət olub. Yəni ki, əmmi oğlusu bilir. Ya, demişəm ki, 3 yerdə olub deməz. Hələ Kürdəxanı Aşman Həsən əlini vurdım köləyindən. Dedim ki, qoy əlim burada iştirak edim. Yox da bu, olmaz, o verir yəni. Bunu nə qədim, mənim bu gecikməyimin səbəbim mən bir 3 yerə vəd edirdim. Allah'ın ki, səhərdən mənlə vədəşliği. Özdə zəng gələndə açdım ki, görsün ki, oxuyla. Həzim Allah, mənim burada gecikməyim, əgər mən 5 gün, 10 gün, bir ay əvvəldən bilsəm demişəm, nəvəsinə, əmmi ol,
Ben bizim kişi bu da şey demişler bu hidayetleri çöreğli gün. Çöreğli günlərdir. Hacı Əcəl qurban səni. Yoxsa mən şaurluydım. Hamısının əvvəl alıb oturardım şey emin öyle ağlardım. Yəni Allah'a bak bineni yürməsə. Sonra o bilgədə də o tərif yeriydi. Ara yaşadım diye dedim yok. Hələ coratı deyib çıxmamışım. Yəni bilirsiniz ya. Ağasay demin oğlu toydu balalar üçün olsun. Vahid Ali toydan geldi. Ali vermişdi onu. İstədim pul göndərərdim sənə. Sən görəcəksən şeylər. Hallarımız necə məsləhət bilirsə, bu yol onlar daha yaxşı bilirlər bizdən, yaxşı bilirlər bu yolu. Necə məsləhət bilirlərsə, inşallah biz də çalışarıq ki, onların tövsiyəsi ilə, onların tapşırıqları ilə bu yolu davam etdirməyə çalışarıq. İndi bir qədri qüvvət, bacardığımız qədər, gücümüz çatan qədər inşallah. Mən bu qədər. Buyurun. Mən də Kərbəlayı Bəhruz qardaşımızın fikirləri ilə, ağsaqqalların fikirləri tamamilə razıyam. İnşallah Allahın köməkliyi ilə çalışarıq ki, belə bir məclis gözəl olsun inşallah. Ahırda qurban sənə mən böylədən dostlaşmamız da oldu şahidləri. Dəvət edin qoyub Hardan gəlirlər? Bir İlqar Şefəmiz nədən əlidir? Bu adamlar şəhər etməli, əziz şahidlər. 80-ci illərdə. Şairə dəxil. Şair hardan olur olsun? Bu məcmuə şüaradı, bu təşkilatçılardan biri də Rüstəm Sabit, mənim atamın əmsal oldu. Biz də bunu necə öyrənib aparayıq. İndi bunu sadəcə Allah canımız sağ olasın. Siz gəlmişsiniz, mən nə boyda həyəcan keçirdirəm. İndi biri bir vaxta gəlir. İndi hərənin də öz işi gücü var. Doğru. Amma həzə o proqramı mən qura bilmirəm ki, misal üçün mən dostlarımız var xanəndə, şair. Mən bunları təşkil edə bilirəm, mən yığıram bir yerə. Amma qaldı həzə ki, o məclisin aparılma qaydasıdır. Yəni o şey mənim üçün Aparmaqda işin aparmaqda biz varıq. Sən əsas adamlarla gününü müəyyən edəcəksən. Bu gün o adamlar ki bizə mühümdür, burada olmalıdır. Onların gününü müəyyən ediyoruz, meclisi aparmaqda problem yox. O bir dənə keçirdi ya, Respublikaya səs salırdı. Bəli, Hamısı böyük təsir elədi. Mən hər yerdən zəng gəldi, bəli. Mirəlinin bir konserti oldu Moğan bir həftə bundan qabaq, Əz Vahid Vali. Yığıldı bir 20 nəfər getdi oraya şəhərə, bulvarın qırağına. İnan Allah'a ki, indi orada xalq artistləri zad var idi. Amma hamının fikri orada bizdə idi. Ki, Nardarandan gəlib. Biz də yəni öyrənək də, bilək də. Hətta təşəkkür də bildirdi Vamiq müəllim. Vamiq müəllim də oradaydı. Vamiq müəllim çox xoş olduğunu ki, yəni gördük Nardarandan. Bunları tanımı be. Bu ağalardı ilə laf bək dostlar. Öyle de utanma. Bəli. İnşallah Sadəcə bizim niyyətimiz budur ki, yəni Allah Hərsəməd dedi deyə. Reski deyirsən Hərsəmədə, o da işte. Məlum məsələdir. Bu dünən zəng vurmuşsan ki, sabahları. Sən bunu bir hafta qabağıdan aşağı elə, hamısı bir Sağ şeyler oxuyacam. Qazan var. 2 gün dalbadal. İmam Zaman Mövludunda Zahid iştirak eləyirdi, Mirəli iştirak eləyirdi. Sonra o zat çalan oğlan var. Vasif. Hacım iştirak eləyirdi. Bunlar nədir abi? Asif ha. Bunlar bir dənə kompozisiya yaratdılar. Dünən yox, sürən gün. Bir dənə çağırgah dəstgahı. Bu da qəşəng, Asif çox gözəl ifa eləyir, ağzadır. Bir dənə çağırgah dəstgahı başladılar. Zahidlə Mirəli. İnan Allah'a ki hamımızın başı tükü biz elədi. Ucuna özdə Allah elədi ya. Heç öz gəldi düşdü özdə rəhmətli Bahir'in, Ələmdar'ın zat şey ələ salama yazdı. Onu götürdülər çağırganla bir dənə dəstgah elədilər, bir dənə dəstgah. Mən hələ orada dedim ki Allah Yaqubu rəhmət eləsin. Yaqubu diriltdirsiniz. Sonra dünən də bir məclisdə onu sonra tapşırdım onlara ki bu alındı siz de ki 7 dənə muğam deyirlər də bilirsiniz. Birini elədiniz, keçin indi hazırlaşın növbəti muğamı. Hər məclisdə bir bu dəstgahları dəyişin. Sözdə alınır, onların səsində paralellik var. Zahidlə Mirəlinin səsində paralellik var. Onlarda alınır. Məsələn, necə Səmədlə Kəmranda alınır. Bunların ikisində də alınır. Bunlar da bir sahəni işləyir. Onlar o sahəni işləyir. Qismət olar inşallah, musiqiçilər olanda onlara da dəvət eləyərik. Bir dənə qulaq asasınız, görürsünüz nə aləmdir. İnan Allah ki bir
yadda bir şey ya. Birden indi onu bırakarlarsa da sosyal şəbəkələrə gör cəmaatlar nə qədər sada Rast geldi mənə. gəlib sənə dəstgahdır vahida 2 gün dalbada keyf elədik. İnan Allah'a ki heç bu yaxın illərdə biz halançine bir dəstgaha rast gəlməmiş. Yəni bu məcmə şüərada tek şehir deyil ki musiqi var. Misal üçün qədim adət ənələrdə veya Hacı dedi şəbədən danışdı, tiyatrdan danışdı. Sonra klasik ədəbiyyatımızda Hüseyin Məktəbindən 5-ci verilişli Noxbala hazırlayır, gedir efirlərə baxırsınız. Deməli, sən deməklə bizim teatrımızda, bizim musiqi əsərlərimiz də Mərsiyə Məktəbindən götürülür. Sadəcə kompozisiyasını dəyişiblər, ələ də alınıb keyfini istəyən kimi. İndi inşallah Hacı Səməd söz verdi də, Hacı Səməd də ki, hər adama söz vermir. Eğer mənə söz veribsə, mən də əl çəkən döyürəm. Xatircəm olsun. Əl çəkən döyürəm necə lazımdır. Vaxtını ki aldınız, mənə dediniz ki, Hacı Səməd yazdı dəftərə bu tarixə. 2 dünya bir olada Səməd o tarixi dəyişə bilməz. Kim ağa gəlib qapısını döysə deyəcək, xeyr. Mən o məcmə şəraya xəyanət, xətəkarlıq eləyə bilmərəm. Bu mənim atamda, babamda yoxdur, məndə də yoxdur. Səməd eşidir bunu. Buyurun, fikir deyin də, hər bir şey görür. Bugün neyse bunu görmüşük, bunu deyirik. Hacınız qurban olaram hacıya. Sabahları o məktəb qabağında ya bir dənə qrupda gəlib bu şey ol neydi, bu söhbət olmasın. Bu söhbət olmasın. Olmaz inşallah. Kimin ne söhbəti var? 3 tane, 5 tane ağsaqqalım oturub şairlərimizdən üzr istəyirəm. Sabahları bir qrupda bir gəlib filan şey belə olaydı, filan şey belə olaydı. Bu söhbətlər bizi de həvəsdən salmıyor. Belə de ki ne lazımdır? Arkeoloji böyle her şeyi inkişaf ediyor. Bəli. Bizim rəngi balacadır. Gələcək üçün böyle inkişaf edəcək. Sosial. Biz de inkişaf edeceğiz. O böyüdükçe biz onun içinde böyüyeceğiz. Sen burada sen hiç kimle için olma bilmezsin. Gələcək üçün böyüyəndə bu şey senden ilat da tutacaklar, belə de tutacaklar. Öyle başlayanda 6-7 nəfərlə başlayır. Eşidirsin ne diye, 6-7 neferle başlarım diye bu meclis. İkinci mecliste gördük ki 12 nəfər, 15 nəfər olur meclis. Sonra gördük ki dayı dolur da salanda. Allah sizi de var edin. Allah sizi bizim başımızın üstünden eski eləmesin. Allah şahitlerimizi de yerin göğün belasından iptal etsin. Kalanmışlar kollarına kuvvet versin. Ancak Aksaqqal, neçə növbətdir bir dənə Seyid Əzimdən bir şey oxumamışsan bizim üçün ha? İstəməli. İndi mən eşitməmişəm. Bir dənə də Mən bir dənə şeir əzbər bilmirəm. yaxşı şeylər bilsin. Bir dənə Seyid Əzimdən bizim üçün də qəzəl deyərsən. Burada deyirəm, burada olanda deyərəm. Səhərdən buradaydılar, çıxıb gedib buradan da vaxtında gələydiniz buradaydınız. Ya Allah. Razı eyləmə bir kəndələri. Ver mənə əhvərinə meydalı peymadələri. Çək rumuzat ilə zülfü çıxanə şanələri. Seyyida Mehdiyə tapşır ki, bu dürdanələri eyləşən meclisi şəhvar kərim bəydəlisə. Allah ömür varsın. Salametine salavat zikr ediyor. Tut bərabər, dəmi İsa'ya müğənni dəmi. Qılıb əhya özünü, seyr elə ruh aləmi. Ziri qəm olma, eşir, nəğmə izili bəmini. Gerçi Adəm sənə gəl, çəkmə müxalif qəmini. Şura gəl, nəğmə ilə çək qəmi dünyaya hesab. Çox sağ ol, sağ ol. Allah var ya. Bir də ağsaqqallarımızı bir də alqışlayın. Şairlərdən sonra bu cür təklifdir. Sizin əlavə nə təklifi, nə fikrinizi deyin. Çünki bir proqram tutuldu da onu hər dəfə dəyişməyək. Neyi necə görürsünüz, necə olmasını istəyirsiniz, təkliflərinizi deyin. Biz inşallah çalışacağız Allah'ın izniyle bu şey yoluna koyulsun. Bu şey yoluna koyulsun. Burada mecmui şarada her saha öz inkişafını tapsın. Buyur vallahi buyur. Yani bir fikrim var. Misal üçün bir meclisdə
Bir də bilən adam muğamın pərdələrini xırdalasın bir yarım saat, bir saat. Bir meclisdə ərusun vəzinlərini, təfirlələri xırdalasın, dərs kimi də olsun da bizə də. Bunu da sağlayın. Gözəl təklifdir. Onu gərək əvvəl o adamları yerinə qoyaq ki, sonra deyil, gözəli gidir. Yəni əli boşuna qulaq asına olsun da, bilək nəyə qulaq asın. Başlı-başına deyil, yox. Biz bir balaca bir də bunu bir yoluna salaq. O adamlar ki gəldi, herkesin öz sahəsində suala cavab verəcək. Ben gedirdim, Yaşar'la gedirdim. Bu budur. Hacı Səməd də biraz da üstündə işləyəcək Allah qoysa, bu sahələrin çoxsunu ondan soruşacaq. Öde yerde oturan özbeş Gəlsə, bunun gərək 70% işin içində olanlar iştirak eləsin. Xeridar əhli olsun. Rəhmət də biz belənciylə yığıncaq eləmirik. Bugün bu hələ böyük. Bugünkü insanların böyle Tamamıyla doğrudur. Çünkü biz hələ hindi formalaşırıq. Qrupumuz da var. Mərdəran şehir muğam mərkəzi. Qrup da var. Söhbətlər olur. Qəşəng muğamı toplayanlar var. Yəni, nə lazım görür var ki, ben bilmezdim meclisi necə apararlar. Kimin harada söz verərlər. Hacı ağı bizim güzel aksakallı. Daşa girdi. Hamdolsun. Sen yaptırır götüreyim sana. Bu da geçti bizim elimizden. Allah böyüdür. Allah böyüden Allah var öyle. Biz de yani götürmüşüz də, bir yerə Allah canımız sağ olasın. Gəlib, bir yerə gəlib, amma heç nə bilmirik. Ben getirdim. İndi hamımızın dostlaşması var, hamımız qıraqlıyıq, hamımız Sözden işi böyle. Bir hacıgiyen maliye meselesi. Maliye meselesinde hacı yaxşı diyor ki cahan mülkünde zermiştir, şad ol. Ne hacet istese ona revadır. Ben diyeceğim sen cemaatin yüzüne fikir ver. Eğer bir kese olsa mal dünya tamamen karbonuyla aşinadır. Gördüm ağlıyla. Gedani zərqlar aləmdə sultan, əgər sultan bizər olsa gədadır. O da bela şeydir emmi. Əgər şairəm bu söz küfür olmasaydı, deyərdim fil həqiqət zər xudadır. Könül, qam çəkmə, müflislər fənahı, vəliyyü həq, əliyyəm. Bu indiki rüzgarda bir tane adamın çiğninde bu boyda yükü taşımazlar. Sen yığıştın 5 tane, 10 tane, 20 neferine ne imkandı, kalanı diyeceksen ki bak bibile yoktu. Bildin necə? Da yükə girmeyeceksen. Kalanı sonra biz Səmədlə məsləhətləşəcəyik, hara neyi koyup hardan götürəcəyik. O da sonraki mesele, o bizdik. O fikir ne Sən eləmir? baxmayın, bizim aşinalığımız məsələn, dağılıb baxırsan yenə Həcə Əlişramla Həcə Allah birini rəhmət Allah Əlişramla söhbət elədi. Adam heç söhbət oturmuşam bu söyləyini eşidib də az qulağımı eşid. Dillasım sənlə dedim mənlə deyil, ay bedbəxtəmə sözü ilə. Deyər indi əzəl o toydan jandı adam heç söhbət babisən öz odur. Şimdi bu böyüklərin adeti düşər. Adla danışan gəl, ata rəhməti də deyərdi. Ada bizə filan kez, bizə bu şöbə belədir, hələ də örgən ha. Mən onu bilməyəm, Allah sənə ömür versin. Yaxşı təməldir. Bir dənə dəftərimiz olsa, əvvəldən adam baxar, bugünkü bir də həzi vədə xilaf çıxır. Dəftər mütülər. Allah'ım belə. Birinci Əldə şahına. Mənim bir dənə Buyur. irad olmasın ha. Mənim bir dənə belə bu məclisdə bu meclisin lap içəri şəhərdən başlayıb Əmircanda, Dardaranda qutarmağında eləyənlər təşkil edəndə. Ancaq bu meclisin yaraşığı ancaq çaydır. Ondan Allah başqa. rəhmət eləsin. O da yaxşı təklifdir. Hə, baxın O da yaxşı təklifdir. ancaq çaydır. O da yaxşı təklifdir. Bizdə meclis olur, ancaq çay vermişik. Hə. Çox gözəl təklifdir. Hətta hal-hazırda məsələn Çay süpürürsün. Aşdağada söz ədəbi məclisi var, Sabi Kövsər var, Bizonada Xəzər ədəbi məclisi var. Yəni sadə, heç eləsi var çay da yoxdur, eləsi var bir dənə çay qənddir.
Yəni əgər şeir məclisi kimi məsələn hər dəfədə bu meyvəsi, Yaxşı şeiriyyatı, təklif, bəli. yəni Gözəl çətin, təklif. həm də çətindir. Bayram Bayrama görə mən bunu demirəm. Gələcəkdə şeydə ancaq başqa şey lazım deyil. Güzel tekliftir. Bu bizi darıktırmasın. Hiç hakikati darıktırmasın ki ay bu süpüren ne zaman. Hala çay süpüresiyle de yola vererek esas odur ki bu mekanizm işlesin. Semet sen ne düşünürsen? Gələcəkdə gələcək, təkmilləşdirəcəyik də, nə bizə rast gəlsə, onu təkmilləşdirəcəyik. Bəli. Salari, her şey yok. Böyle günlere salınsın. Bizə lazımdır. Dahilerimizin doğulan günü, bize zəzmalimizə ələmdardır o. Bize böyle o günlerle mesela oturup fikirləşəndə bir de bir xoşal. Bir de sözü. Ya mesela o günde cam olur. Acaba 50 nəfər, 60 nəfər, o da bir yaxşı gündür ki, mesela hem Məsələn, üzr istəyirəm səndən. İndi bir də Allahın köməyi ilə indi ağsaqqallarımız olmaq şərti ilə şairlərimiz gələn safa nə məsləhət bilsələr həll olursa ya. O bir dənə fikir olan. Hacı Mayyəmini bir dənə adını bilən meclisi getirdik. Hiç problem yok. Sonra Hacı Ələmdar. Hələ Səmək də onu Sonra Ustad Hacı Ben Yaşar. bunları hamısını kabul ediyorum. Ben derim evvel bir özümüz bir cemiyet gibi gelen, tekrar konağımız gelende desin gelip gittik aşağı yarı gördük. Semedi falan ki. Gelsin görsün burada bir cemiyettir. Burada bir şehir adamı var, burada bir muğam adamı var. Burada bir milli adet ənənənin mütəxəssisi var. Yani biz evvel bir cemiyete okşada gördük. Egoizmi lazımdır. Vəssalam. Egoizm lazımdır. Gəlib qıraqdan hələ o bizim birimizdir. Başqa ayrılmamalıyıq. Yo asla asla. Ama biz bu meclisin ardından diye meclisi Hardan qırağa gəlirlər, belə rayondan gəlir. Biz onu heç cür ayrılmayıq. Asla bu Azerbaycan'a aittir. Sadece yer buradır. Bəli. Meclis Azerbaycan'a aittir. Demirin ardından. Əzmailin də meclisində Her yerden de doğrudur. Doğru. Orada şey yok. Aslan bu bize yaraşmaz ki diye yok bunlardan. Mecmuə şara ata babalarımızdan kalıp biz de istiri devam ettirir. Ne kadar geleceğine başararız. Kim bilir bugün ne sabah ne olacak. Belki Allah öyle bir zamanaya götürüp gelecek ki medeniyet evli şöbelerini verecekler buraya. Meşveretli 10 gen olar. Bir meclisteydim, bir zaman şairdi, adı yanımda Kent Şahlan'la. Şeir okudu. Meyvelerden. Dedi ki, İmam Zaman'a aitti, dedi ki Şiələrin imamı. Gedəndə çağırdım onu da, yaxınlaş gəldi. Dedim ki, dedi ya bilməm uşaqla, bəlkə də bilərsiniz kim, cavan uşaq. Zatda, nədir o, Bilgərdəki şadlıq evində. Dedim ki, olmuş şeiri Şiə, İmam Zaman bəşəriyyətin imamı. O bir dənə Şiələrin imamını götür, bəşəriyyətin imamı. Çünki bəşəriyyət üçün gəlir, tek Şiələr üçün gəlmir ki. Hristiyanları da nicat verəcək. Bütün hər məxluqatı da Allah'ın sonundur. Mənim ağlım bir belə keçdi, bəlkə şairlər biri sərf elədim, düz elədim. Dedim İmam Zaman yazır bəşəriyyətin imamı, Şiələrin imamı çox məhdudlaşdırdım. Baxı bəşəriyyət üçün gəlir. Yani bu məsləhət məşvərətlə olanda bu şeylər... İmam insi vəl cildi şəhənşahı umur. Getdi din eldən bugündən beylə sən eylə zuhur. Qoyma ki şeytan-ı məlğun eyliyə imanı zur. Şöyle-i vəsrüllə bəxş et, təzədən dünyaya nur. Kimsəli etməyir. İstiqamət görmədir. İmam insi vəl cinnidir bizim bu imamımız. Hani. Ben gittim. Səməd nəzərin olsun burada, ben senden soruşacağım. Allah kabul eylesin. Allah bayramınızı mübarək. Meyvelerden. Bayram süpresi. Bayram süpresi. Allah Bayramınız mübarək olsun. Nəsəbələyinlərə satın. Bayramın Allah ağsaqqallarımızı, şairlərimizi, yerin göyün bəlasından yüksələsin.
Allah şairlərimizin də o qədər qələmlərini icra eləsinlər, Məhərrəm ayı üçün bizim üçün mərsiyə yazsınlar. İlahi amin. Həmid Hüseyn Bayramlarınız mübarək. Bayram mübarək. Qərrar edən. Bayram mübarək Qazanfər. Qaytaracam afiyet. Varımsa atamın kitabları. Əmanət. Əmanət. Atamın kitabları. Qazanfər, gecən xeyrə qalsın. Çox sağ ol. Sağ ol. Burada Qazanfər.